Xoş gəldiniz. Bugün sizin üçün xüsusi olaraq hazırladığımız bu dərin təhlildə bizə göndərdiyiniz çox qısa, amma bir o qədər də necə deyərlər, təsirli bir mənbəyə baxacağıq. Məqsədimiz bu tək cümləni analiz edib əsas məğzi ortaya çıxartmaqdır. Aha, salam hər kəsə. Həqiqətən də qeyri-adi dərəcədə qısa, amma çox maraqlı mənbədir. Yəni, təsəvvür edin ki, əlimizdəki mənbədə sadəcə bir dənə sual var. Bax, sual belədir. Hakan Çalxanoğlu Devsi 2026-dan kənarda qalacaq. Vəssalam, bircə cümlədir. Bəli, başqa heç bir detal yoxdur. Düzdür, amma bu tək cümlənin futbol azərkeşləri üçün necə böyük intizar yaratdığını görmək heyrətamizdir. Sanki bilirsiniz nəyə bənzir? Təsəvvür edin ki, çox həyəcanlı bir detektiv roman oxuyursunuz. Hər şey əladır, gərginlik zirvədədir. Aha, süjet xətti tam qurulub. Bəli, qurulub, amma tam qatilin kim olduğunu öyrənəcəyiniz o ən sonuncu səhifə qopardılıb. Bizə göndərdiyiniz bu qısa mənbə məhz bu effekti yaradır. Yəni sizə ən vacib sualı verir, lakin cavabı gizli saxlayır. Çox dəqiq bənzətmədir. O masaya sadəcə qısa, amma partlayıcı bir sual atır və belə deyək, heç bir cavab vermədən kənara çəkilib tamaşa edir. Hə, bax bu çox qəribədir. Gəlin bunu aydınlaşdıraq. Niyə bircə cümləli bu sual bu qədər böyük maraq oyadır? Bax, burada ən maraqlı məqam odur ki, mənbə bizə qəti bir hə ya yox demir. Yəni, faktiki olaraq məlumat verməkdən çox sadəcə o gözləntini artırır. Şübhə yaradır bir növ. Tamamilə düzdür. Azərkeşlərin və mütəxəssislərin beynindəki o ən pis senariləri işə salır. Yəni, 2026-cı il dünya çempionatı ərəfəsində böyük bir qeyri-müəyyənlik formalaşdırır. Amma bir dəqiqə. Bütün bunlar nə deməkdir axı? Yəni, gəlin reallıqla üzləşək. Bəlkə bu elə, necə deyərlər, sırf reyting xatirinə yazılmış ucuz bir klikbeytdir. Niyə indidən bu bir cümləyə belə ciddi yanaşmalıyıq? Əlbəttə, yəni clickbait ehtimalı həmişə var, bunu inkar edə bilmərik. Amma əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, məsələ başqadır. Biz burada idman informasiyalarının necə sızdığına baxmalıyıq. Kimsə belə qlobal bir turnirlə bağlı təsadüfi sual vermir. Yəni altında mütləq nəsə yatır? Adətən hə. Çünki 2026-cı ilə hələ xeyli vaxt var. Belə bir vaxtda xüsusi olaraq komandanın mərkəz figurlarından birinin adının belə hallanması, pərdə arxasında nələrinsə baş verdiyini sübut edir. Məsələn, nə ola bilər? Gizli bir zədəzad? Bəli, xroniki bir zədə ola bilər, komanda rəhbərliyi ilə sərt bir münaqişə ola bilər, bəlkə də karyerasını bitirmə planları var. Yəni, bu vacib bir sual yaradır. Mənbə konkret nə olduğunu deməsə də, nəyinsə yetişməkdə olduğunu siqnallayır. Aydındır, yəni bu cümlənin mövcudluğu faktının özü Çalhanoğlu'nun iştirakının ciddi bir sual altında olduğunu göstərir. Bu doğrudan da maraqlıdır. Bilirsiniz, bu mənə başqa bir ssenarini xatırlatdı. Aha, buyurun. Sanki məşqçi ən ulduz futbolçusunu isinmə hərəkətlərinə göndərir, saatlarla kənarda isindirir, amma onu heç vaxt oyuna buraxmır. Maraqlı yanaşmadır. Yəni bu sadəcə rəqib komandayla və ya bizim vəziyyətimizdə azarkeşlərlə psixoloji oyun oynamaqdır. Onların diqqətini yayındırmaq üçündür. 100% elədir. Və müasir idman mediası da məhz bu psixoloji oyunun üzərində qurulub. Təsdiqlənməmiş bircə sual sürətlə yayılır, çünki hər kəs fərqli bir taktiki senari uydurmağa başlayır. Hər kəs bir tərəfə yozur. Düzdür. Lakin əgər biz bu qısa mənbənin mümkün reallığına köklənsək, vəziyyət ciddiləşir. Əgər doğrudan da Çalhanoğlu 2026-da meydanda olmayacaqsa, bu təkcə bir oyuncunun yoxluğu deyil. Bütün sistem çökə bilər yəqin ki. Həm də necə. Bu, komandanın bütün oyun quruculuğunun, mərkəzdəki ötürmə dinamikasının bütövlükdə dəyişməsi deməkdir. Mənbə bizi 2026-cı ildəki çempionatın necə keçəcəyi barədə düşünməyə sövq edir. Deməli, mənbənin gücü də elə buradadır. Bizə fakt vermir, amma fikrimizi gələcək turnirin ən həssas nöqtəsinə, yəni komandanın beyni hesab olunan mərkəzə cəmləyir. Bəli, və əmin olun ki, rəqib komandaların analitikləri də eyni ilə bizim kimi bu bir cümləlik siqnalları tutub planlar qururlar. Bəzən böyük idmanda belə bir məlumatı gizli saxlamaq, onu açıqlamaqdan daha böyük strateji silahdır. Tamamilə razıyım. Beləliklə, yekun olaraq deyə bilərik ki, bizə göndərdiyiniz bu lakanik mənbə Hakan Çalhanoğlu'nun DC 2026-dakı iştirakı ilə bağlı çox böyük və hələlik cavabsız qalan bir sual işarəsi yaradır. Bəli, bu mütləqdir.
Amma bu təhlilimizi yekunlaşdırmamışdan əvvəl, bilirsiniz, sizi tamam başqa bir düşüncə ilə baş-başa buraxmaq istəyirəm. Düşünün, əgər mənbədəki bu qısa cümlənin yaratdığı tək bir ehtimal belə 2026-cı ildəki nəhəng turniri olan gözləntilərimizi bu cür dəyişirsə, görəsən müasir idman jurnalistikasının nə qədəri doğrudan da yaşıl meydanda baş verənlərlə bağlıdır, nə qədər isə meydandan kənarda süni şəkildə yaradılan bu cür dramlardan ibarətdir. Doğrudan da bəzən ən qısa suallar idmanda ən böyük intizarı yaradır. Bu barədə mütləq düşünün. Bu maraqlı mənbəni bizimlə bölüşdüyünüz üçün təşəkkürlər.